Axırda bir cümlə xanım Ummul Bəninə təvəssül eləmək istəyirəm ki, həyatımda xeyrini çox görmüşəm. O qapını xanıma nəzir deyəndə tez qəbul olur. Mən tövsiyəm budur ki, kim nə hacəti olsa ona təvəssül eləsə tez qəbul olunur. Hələ ilk dəfə gəlin gələndə deyir, tarixdən oxuyuram sizin üçün, deyir, gəldi dedi ki, bu evin böyük qız icazə verməsə mən bu evə daxil olmaram. Zeynəbdən icazə aldı Əlinin evinə gəlin gələndə. Ondan sonra deyir, düşdü yerin kəndarını öpdü qapının. Qapının kəndarını öpdü, uşaqları topladı, dedi, mən bu evə xanım olmağa gəlməmişəm biləsən. Mənə kəniz kimi baxın, mən sizin kənizinizəm, sizə xidmət eləməyə gəlmişəm. Tarixdə var, adı Fatimə idi. Həzrət Əli dedi, ev əhlinə dinən məni Fatimə adından çağırmasınlar. Görürəm Zeynəb narahat olur. Mənə Ummul Bənin desinlər. Allah rəhmət eləsin Ummul Bəninə. Allah onun Bəqidəki qəbrinin ziyarətini qismət eləsin bizə. شایسته